Salam mənim əzizlərim, davam edirik Dolça burcu ilə. 22-28 dekabr həftəsi dolçaları nə gözləyir? Gəlin indi ona baxaq. Dolça burcularını 22-28 dekabr həftəsi. Biraz qısqanclıq hissləri yaşayırsınız, nəzarət altındasınız, yorulmusunuz, rahatlıq, azadlıq istəyirsiniz. Ətrafınızda olan söz-söhbət, insanların ikiyüzlülükləri yorub sizi. Əslində daxilən çox yaradıcı birisiniz. İstəyirsiniz ki, yenilik nəsə edəsiniz. Özünüzlə sanki söhbət edirsiniz, özünüzə qayıdırsınız, nə istədiklərinizi götür-qoy edirsiniz və istəklərinizin mümkün olduğunu bilirsiniz, yəni öhdəsindən gələ bilərsiniz. Tətil istəyirsiniz, uzun bir iş dönəmindən sonra bir neçə günlük də olsa tətilə ehtiyacınız olduğu göstərir. Bəlkə də tətilə yaxında gedəcəksiniz. Yeni başlanğıc istəyirsiniz, amma qorxularınız biraz var. Düşünürsünüz ki, mühakimə edirsiniz özünüzü ki, görəsən doğrumu addım atıram, bunun görünməyən tərəfləri nədir, bilinməyən tərəfləri nədir? Bu baxımdan çətinliklə qarşılaşırsınız. Yəni ki, risk etməyə, addım atmağa biraz tərəddüd edirsiniz. Yeni bir qapı mı deyim sizə, açılır, yeni baxış bucağı yaranır sizin həyatınızda. Nəysə qeyd eləyəcəksiniz. Çox düşünmək istəmirsiniz. Hər şeyi axarına buraxmaq istəyirsiniz. Özünüzə inanırsınız. Biraz hər hadisəyə ani reaksiya verməyin. Yəni ki, ani reaksiya verdiyiniz an dava-dalaş ola bilər. Amma bu qısa bir müddətlik olacaq. Yəni ki, kompromisə gələcəksiniz. Biraz üsyan eləyirsiniz. Bu işlə bağlı ola bilər. Korporativ bir tamamlanmaq, bütövlənmək istəyirsiniz. Yenilik axtarışındasınız. Sizdə bir neçə yeni yol var. Sadəcə nəyi seçəcəyinizə hələ ki qərar vermirsiniz. Bu adətən ola bilər ki, işlə bağlıdır. Stres keçirirsiniz. Kiminsə məsləhətinə ehtiyacınız var. Gəlin baxaq, kartlar sevgi ilə bağlı nə mesaj verir sizə, dolçalara. Biraz əzab çəkirsiniz. Hər hansısa bir qəlbinizi qıracaq hadisələr baş verib. İstədiyiniz kimi hadisələrin olmamağı sizi üzür. Biraz sevgi baxımından depressiv özünüzü hiss edə bilərsiniz. Və yaxud siz sözlərinizlə kimlərinsə qəlbini qırmısınız və peşman olursunuz ki, niyə belə elədim, könlünü almağa çalışırsınız. Belə, bu qədər dolçalar üçün.